Bu videoda sizə anbar sayımı əməliyyatı haqqında məlumat verəcəm. Anbar sayımı anbardakı artıq əski məhsulların müəyyənləşdirilməsi və müvafiq olaraq sayıların korreksiya edilməsi üçün nəzərdə tutulub. Anbar sayımı əməliyyatına keçid edirik. Anbar bölməsində burada sağ tərəfdə yeni əməliyyata daxil oluruq. Əgər şirkətin bir neçə filialı varsa, sayım hansı filialda gediləcək seçirik. Əgər filial yoxdursa, sadəcə yeni əməliyyat düyməsinin üzərinə klikləyirik. Açılan pəncərədə sayımın tarixinin, anbar nə zaman sayılıb və hansı anbarda sayım gedir, anbarın adını seçəcəyik. Bu sayımdan məsul olan şəxs kimdir? Adı seçiləcək və əgər ehtiyac olarsa, iştirakçılar da təyin oluna bilər. Anbarı seçən kimi bu anbarın içindəki məhsulların siyahısı avtomatik olaraq aşağıda görünəcək və burada məhsullardan, hansı məhsuldan anbarda neçə ədəd olduğundan bağlı məlumatlar görünəcək. Bu məlumatların içindən şərtlərə baxdıq. Birinci məhsul anbarda 5 dənə olmalıdır. Biz saymışıq şərt olaraq 7 dənə çıxıb və yaxud bu məhsuldan 6 dənə göstərir, bir saymışıq, məsəl üçün 5 dənə çıxıb və sair şəklində sayım xanasına sahib əldə etdiyimiz nəticələri daxil edəcəyik. Qarşısında fərqləri göstərəcək. Məsəl üçün fərq 2-dir. Bu məhsulu bir anbarda 5 idi, biz 7 etməyə çalışırıq, 2-dən artmalıdır. Bu məhsuldan anbarda 6 idi, biz 5 etməyə çalışırıq, deməli bir dənə azalmalıdır. Bu şəkildə sayımın nəticəsinin tamamını sistemə daxil edəndən sonra aşağıda təsdiq və aklaşdır düyməsinə daxil oluruq. Sistem son olaraq bizə artıq məhsullar hansılardır, əski məhsullar hansılardır siyahısını verir. Əgər siyahıda hər şey qaydasındadırsa, o zaman aklaşdır düyməsinə klikləyirik. Çıxan bildirişdə sistem bizdən soruşur, aklaşdırmanı burada bitirməyimi istəyirsiniz, yoxsa anbar sayımının nəticəsində olaraq qalıqların tənzimlənməsini mi istəyirsiniz? Təbii olaraq anbar sayımını tamamlamışıqsa artıq bundan sonra heç bir işimiz yoxdursa, dəqiqləşdirməli, razılaşdırma olduğumuz bir məsələ yoxdursa, o zaman davam və korreksiya düyməsinə daxil oluruq. Sistem bizi anbarda sayıları korreksiya etmək üçün olan ekrana yönləndirir. Burada ilk öncə artıq məhsullar hissəsində hansı məhsullar artırılmalıdırsa siyahısı çıxacaq. Bu siyahının tamamını seçib korreksiya düyməsinə klikləyəcəyik. Sistem özü avtomatik məhsulların azaldılması üçün, artırılması üçün sənəd formalaşdıracaq. Bu sənədi sadəcə təsdiq edəcək. Artıq məhsullarımız korreksiya olundu və korreksiya olmuş məhsullar siyahısına düşdü. Burada siyahıda heç nə qalmadı. Ardından azaldılacaq, yəni əski məhsullar hissəsinə keçid edirik. Məhsulların tamamını seçirik, alt-alta hamısı seçiləcək. Korreksiya düyməsinə klikləyirik və mənfəət zərərdə öz əksini tapsın seçib təsdiqləyirik. Beləliklə, azaldılma olan məhsullar da korreksiya olunur və korreksiya olmuş məhsullar siyahısına düşür. Daha sonra yekunda sənədi bağlayacağıq və anbar hesabatına gedib baxsaq, həmin məhsulların artıq biz daxil etdiyimiz sayılara azaldığını və yaxud artdığını görəcəyik. Bu formada anbar sayımı əməliyyatı həyata keçirə bilərsiniz.